İş adamı Sahil İmanov 2026-2030-cu illərdə xarici investisiya axını iqtisadi artımı sürətləndirəcək. İş adamı Sahil İmanov bildirib ki, 2026-2030-cu illər ərzində Azərbaycana cəlb olunacaq xarici investisiyaların həcminin əhəmiyyətli dərəcədə artması gözlənilir və bu proses ölkə iqtisadiyyatına dayanıqlı artım mərhələsini gücləndirəcək. Onun sözlərinə görə investisiya axınının artması ümumi daxili məhsulun illik artım tempinə əlavə impuls verəcək, qeyri-neft sektorunun payını yüksəldəcək və minlərlə yeni iş yerinin yaradılmasına şərait formalaşdıracaq. Sahil İmanov qeyd edib ki, düzgün istiqamətləndirilmiş kapital qoyuluşları nəticəsində 2026-2030-cu illər ərzində xüsusilə sənaye, logistika, kənd təsərrüfatı və texnologiya sahələrində genişlənmə baş verə bilər. Bu dinamika əmək bazarında struktur yenilənməyə, ixtisaslı kadr tələbinin artmasına və işsizlik səviyyəsinin minimum həddə enməsinə səbəb olacaq. O, həmçinin vurğulayıb ki, aqrar sektorun rəqabət qabiliyyətinin artırılması üçün yerli sahibkarlar müasir texnologiyalara keçidi sürətləndirməlidir. Sahil İmanovun fikrincə, süni intellekt əsaslı idarəetmə sistemləri, ağıllı suvarma texnologiyaları və rəqəmsal monitoring mexanizmləri məhsuldarlığı əhəmiyyətli dərəcədə artıra, istehsal xərclərini azalda və ixrac potensialını genişləndirə bilər. Onun sözlərinə görə texnologiya və investisiyanın sinerjisi Azərbaycan iqtisadiyyatının növbəti mərhələdə regional iqtisadi mərkəz kimi mövqeyini daha da möhkəmləndirə bilər.